Deməli, dəyərli dostlar, keçən dərsimizdə biz ağıl və yaşayış silsilə çıxışlarımızda emosiyalar psixologiyasına daxil olmuşduq və keçən dərsimizdə biz qəzəb hissi və nəzari əxlaq alimlərinin görüşünə görə bu qəzəb hissinin üç əsas xüsusiyyəti və ən əsas olan şücaət hissinin də cəsarətlə olan əlaqəsini sinonimli, yəni yaxın mənalığını göstərdik və bunu sanki bir sxem tərtibində göstərdik və bununla da emosiyaların yaşayışa olan mühüm təsirlərini biz sadalamış olduq və keçən dərsimizdən təxmini bir 2 həftə keçib artıq. Keçən dərsimiz 2 həftə bundan əlavə idi. Bu mənim sıx proqramıma görə oldu, çox üzürlü səbəblərdən. Yeni dərsimiz biraz gecikdi. Ona görə ümid edirəm ki, yaddan çıxmayıb əsas məqamlar. Ona görə baxın, qeydlərin nə qədər önəmli olduğunu biz burada görmüş olduq, dəyərli dostlar. Ona görə qısa xatırlatma etmək üçün deyirəm. Biz keçən dərsimizdə emosiyalar psixologiyasına değinmişdik. Bu təxmini yəni 3-4 bölüm olacaq, dəyərli dostlar. 3-4 bölümdə biz emosiyalar psixologiyası haqqında danışacağıq. Yaşayışda emosiyalar. Bu 3-4 çıxışın sonunda da bir çıxış bütün bu ağıl və yaşayış silsiləsinin bir xülasəsi, nəticəsi olaraq danışdıqdan sonra artıq yeni bir başqa silsilə mövzuya qədəmlərimizi qoymuş olacaq, dəyərli dostlar. Biz qəzəb hissi haqqında danışdıq. Qəzəb hissinin həddindən artıq çox olması ifratı, dəlisovluq adlanmışdı. Təfrit, yəni çox aşağı olması bu qorxaqlıq adlanmışdı. Və qəzəb hissinin orta həddə olması ki, bizə lazım olan şücaət hissi. Şücaət hissini də biz Aristotel nəzəriyyəsinə uyğun cavab vermişdik ki, belə deyək ki, orada biz Aristotel fəlsəfəsinə uyğun şəkildə cavablamışdıq. Qorxmaq lazım olan şeyləri qorxmaq lazım olmayan şeylərdən ayırd edə bilmə bacarığı olaraq şücaətə tərif vermişdik. Və cəsarət haqqında danışmışdıq. Bir də o şücaətin əsas 5 xüsusiyyəti haqqında da danışmışdıq. Bunların hamısı aydındır, çünki qeydlərinizi aparıbsınız. Fəlsəfə tarixində də, dəyərli dostlar, keçən dəfə fəlsəfə tarixində biz René Descartes-ı bitirmişdik. Bu dərsimizdə 12-ci dərs olur, bu təqribən. Biz 12-ci dərsimizdə də Blaise Pascal haqqında danışacağıq. Dəyərli dostlar, vaxt çərçivəsində təbii ki də səhifə 84-ü zəhmət olmasa açardınız, dəyərli dostlar. Deməli, bugün danışacağımız emosiyalar haqqında, emosiya haqqında bəri başdan belə məlumat verməyim gərəkirsə, qısa bir xatırlatma etmək istəyirəm. Çox xahiş edirək, bu dərslərimizi diqqətlə dinləməyinizi xahiş edirəm, dəyərli dostlar və izləyicilər. Çünki həm də qeyd aparmağınızı da mən xahiş edirəm. Niyə? Çünki qeydlərin, baxın, belə yerlərdə sizə dəstəyi olur ki, unutmayasınız. Çünki bəzən belə üzürlü səbəblərdən dolayı təxirə salına bilər. Ona görə də siz də burada bu əldə etmiş olduğu, bu əldə etdiyiniz məlumatları unutmayasınız deyə qeyd aparmağım burada zəruriliyini əslində biz sizlərə göstərmiş oluruq, dəyərli dostlar. Deməli, bugün keçən dəfə qəzəb hissi emosiyası haqqında danışmışdıq. Ağıl və yaşayış 6-cı çıxışımızdır. Bugün arzu hissi haqqında danışacağıq. Arzu emosiyası. Arzu haqqında sizlərə müəyyən məlumatları verəcəyik. Ümumiyyətlə, arzu nədir? Belə başlayıram. Sual verirəm, arzu nədir? Cavab. Arzu əlimizin çatmadığı istəklərimizə atılan bir körpüdür. Əlimizin çatmadığı istəklərimizə atılan bir körpüdür. Yəni, bir nəvi insanın əldə edə bilmədiyi şeylərə
arzu deyə bilərik. Çünki onu əldə etməyib. Ona görə də əldə edə bilmədiyimiz və əlimizin çatmadığı şeylər məhz bizdə arzu və istək olaraq qalır. Və buna görə də bəzən insanda o arzuya, o istəyə çatacağına dair ümid olur, ümidlənir. Və o ümid də o insanı yaşatmış olur. Amma bəzən elə arzular da olur ki, indi mən birazdan deyinəcəm buna. Bir şey nə qədər istəsən belə onu əldə etdiyin zaman, onu əldə etməzdən əvvəlki istək və şövq hissi artıq itmiş olur. Yəni bir müddətdən sonra o hiss adiləşmiş olur. Yəni bu da o arzun əslində o qədər əhəmiyyət kəsb etmədiyinin bir sübutu olmuş olur. Dedik ki, arzu bizdə ümid yaradır. Və o ümid də bizi yaşadır. O eşqlə insan daha çox çalışır və o arzusuna qovuşmaq istəyir. O arzusu üçün çalışır. Amma bəzən elə də arzular olur ki, o arzulara əl çatmır. O arzuları əldə edə bilmir. Yəni, nə demək istəyirəm? Əl çatmayan arzular da var. Mən demək istədim o da, əl çatmayan arzular da var. İndi burada belə bir sxem qururuq. Bunu sxem olaraq çəkməyinizi xahiş edirəm, dəyərli dostlar. Deməli, arzu, xət çəkirik. Arzu, belə deyək ki, bizim əlimizin çatmadığı istəklərimizə atılan bir körpü idi. Bəzi arzular var, deməli, belə deyək ki, arzu ümid yaradır. Bunu da qeyd edin, altda xət çəkin. Arzular insanda ümid hissini yaradır. Yazdınız mı? Aha. Bu arzu hissi də daha sonradan insanda ümid yaradır. Və daha sonradan bu ümid də onu yaşadır. Bu ümid də onu yaşatmış olur. Və bu zaman o eşqlə daha çox çalışır və onu əldə etmək üçün bütün belə də məşəqqətlərə təb gətirərək çalışmağa davam edir. Dedik ki, əl çatmayan arzular da var. Burada bir sxem yenə çəkin. Ümumiyyətlə, belə deyək ki, dedik ki, əl çatmayan arzular da var. İndi 2 xət çəkin, xahiş edirəm. Əl çatmayan arzular da öz-özlüyündə 2 yerə bölünür. O istəklər ki, ona çata bilərik. O istəklər ki, ona çata bilmərik. 1. O istəklər ki, var, ona çata bilərik. Bu 1. 2. O istəklər ki, var, ona çata bilmərik. Konkret. İndi burada da bir dənə yenə sxem çəkin. O istəklər burada da və bu bölgüdə də bu istəklərimiz də 2 yerə bölünür. Bu istəklərin özü də 2 yerə bölünür. Nədir bu? Bir sıra istəklərimiz var ki, bunlar dəyərlidir. Bir sıra istəklərimiz də var ki, bunların dəyəri yoxdur, dəyərsizdir. Onu istəməyə dəyməz. Ona görə də insanın istəkləri onun şəxsiyyətinə və onun inkişafına çox mühüm təsir edir. Bir insan öz şəxsiyyətini və dərəcəsini müəyyən etmək istəyirsə, bəlkə də ilk sıralarda arzularına və istəklərinə baxmalıdır, nəzər yetirməlidir. Baxmalıdır ki, o böyük şeylər mi istəyir, yoxsa kiçik cılız hədəflər üçün mü yaşayır? Cılız hədəflər olan, belə deyək ki, o dilləri, məsəl üçün bizim hocamızın da bir söz var, kapasitesi odur. Yəni, götürmə qabiliyyəti ora qədərdir. Yəni, işim onda deyil, mən onu pisləmirəm. Amma onun şəxsiyyətinin böyük olduğunun göstəricisi də deyil, mənim demək istədiyim budur. Yəni, biz bu cılızlıqla ali hədəf yolunda addım ata bilmərik. Mənim demək istədiyim budur.
Bura qədər demək dedik ki, biz bundan sonra da və dediyim kimi, yəni ali hədəf uğrunda çalışan adamların da arzuları dəyərli olmalıdır. Mümkün qədər. Bundan əlavə də yaşayış bölməsində bura qədər hər şey aydındır da. Biraz tez-tez dedim, ola bilsin. Təkrar eləməyimə ehtiyac var mı? Yox. Əslində asandır. Əslində bunlar çox primitiv, yəni asan gələ bilər, amma üstündə düşünüldüyündə əslində dərin bir mənaya sahibdir. Bunu yazdıqdan sonra, bir müddət özünüz oxuduqdan sonra aydın olacaq. Yaşayışda kiçik seçimlərin böyük təsiri haqqında da mən danışmaq istəyirəm. Ağıl və yaşayış 6-cı çıxışımızın alt başlığı kimi qeyd edə bilərsiniz bunu. Siz dostlarımız, izləyicilərimiz elə qeyd edir. Həmişə ağıl və yaşayış 6 alt başlıqlar olaraq fəlsəfə tarixi. Bəzən uğura gedən yol o bir addımdan başlayır. Bəzən o bir addımı atmaq uğurun bəlkə də yarısına bərabər olur. Və belə bir iddia edirik ki, mühüm olan o birinci addımı atmaqdır. Yəni, bu da nə deməkdir? Mübarizəyə başlamaq deməkdir. İnsan çox vaxt böyük qərarların həyatını dəyişdiyini düşünür. İnsan, məsəl üçün, gündəlik həyatda insan elə bilir ki, böyük qərarlar, böyük baş vermiş şeylər təkcə onun, belə deyək ki, həyatına mühüm təsir etdiyini görür. Halbuki insan həyatının dəyişdirən ən mühüm amillər də necə ki, böyük qədər bəlkə də ondan aşağı qalmayacaq dərəcədə kiçik addımlar, kiçik hadisələr də insan həyatında mühüm dəyişikliklər edə bilər. Bir saatı necə keçirdin? Günün sənə verilmiş 24 saatın sadəcə bir saatını belə səmərəli istifadə etmək, amma planlı və gündəlik şəkildə bir müddətdən sonra özünü inkişafda özünü göstərəcək. Hətta bu misal üçün ingilis dili və sair məsəl dil öyrənməkdə həmişə müəllimlər nə deyir? Həftənin bir günü 5 saat, 6 saat çalış, oxumaq əvəzinə hər gün 45 dəqiqə 1 saat çalışmaq daha səmərəli və effektivdir. 5-6 saat böyükdür, böyük bir rəqəmdir, yaxşıdır. Ya bu qalib gəlmək daxı yox deyir. O 1 saat 5-6 saatın əvəzində sənə daha çox təsir edə bilər, onu demək istəyir. Bir saatını necə keçirdin, kiminlə ünsiyyət qurdun, nə oxudun, nəyə diqqət elədin. Bu kiçik seçimlər zamanla toplanaraq sənin həyatına mühüm təsir göstərmiş olur. Yəni bu da nə deməkdir? Bunda belə ox işarəsi qoyun, mən elə qoymuşam. Bu da nəyə bənzəyir? Bunda belə sxem olaraq adlandırsaq, seçim, təkrar, vərdiş, xarakter, taleyə bənzər nəticə. Seçim edirsən, hansı yolda gedirsən. O getdiyin yolda gündəlik sənə lazım olan o proqramı təkrar etməyə özünü məcbur edirsən ki, bu məcburiyyətdən sonra vərdiş yaranır. Bu vərdiş də sənin artıq bir müddətdən sonra xarakterinə çevrilir və bu da artıq sənin taleyinə çox mühüm təsir etmiş olur. Yəni, nə demək istəyirəm? Bu kiçik addımlar insan həyatında böyük təsirə malikdir. Böyük təsir edici qüvvəyə malikdir. Və yaşayış keyfiyyəti də bura qədər belə bir nəticə aldıq ki, yaşayış insan həyatının ən belə deyək ki, ən başda gələn, ona lazım olan və həyatını müsbət yöndə dəyişdirən amillərdən biridir yaxşı yaşayış. Ona görə də insan çalışmalıdır ki, özünə soruşduqda necə yaşadığını deyil,
Mən necə seçimlər edirəm sualını verməlidir insanlar özünə. Necə yaşadığını yox, necə seçim etdiyini insan özünə sual verməlidir. Çünki gündəlik yaşayışımızda bəzən insanlar seçim altında qala bilir və burada mühüm olan da o seçimlərdən doğru olanı tercih etməkdir. Çünki bu zaman sənin həyatının keyfiyyətini müəyyən edən sənin nə qədər biliyin yox, necə seçim etdiyinlə müəyyən olunmuş olur sənin həyatın keyfiyyəti. Ona görə də ağıllı insan hər seçimdə uzun müddətli düşünərək, seçimlərdə də alternativ fikirlər yürüdərək, sadə belə deyək ki, alternativ fikirlər ürətərək artıq bir addım yox, 10 addım qabağı görməyi başlayır. Amma ağıllı insan isə anlıq, rahat bir şəkildə seçim edir. Ona görə nəyə görə bizim böyüklərimiz də deyir, ona gəlirik da ki, seçim edəndə bir addım qabağı yox, 10 addım qabağı da fikirləş. Yəni təkcə bugünü fikirləşmə, sabahı da fikirləş, ona görə qərar ver, gələcəyini fikirləş, ona görə qərar ver. Çünki sən sadəcə bugündən ibarət deyilsən. Demək istədiyimiz budur. Və nəticəmiz beləliklə biz nə nəticə aldıq bura kimi? Bizim nəticəmiz o oldu ki, insan həyatı təsadüflərdən ibarət deyil. O seçimlərin yığılmış bir formasıdır əslində. Burada qeyd edin, ağıl insan seçimlərini istiqamətləndirir. Yaşayış isə bu seçimlərin nəticəsini göstərir ona. İstiqaməti verən ağıldır, nəticəyi də verən, göstərən yaşayışdır. Baxın, belə zəncirvarı bunu bağlayın. Yəni, burada biz nəticə almış olduq. Və bunun nəticəsində də insan artıq bu nöqtədə sadəcə yaşayan deyil, seçərək yaşayan, məsuliyyətli yaşayan və istiqamətli yaşayan bir varlığa çevrilmiş olur ki, bu da insan həyatını və insan şəxsiyyətini ucaldan, belə deyək ki, ən mühüm keyfiyyətlərdən biri kimi hesab olunur. Ağlın filtr funksiyası haqqında da danışmaq istəyirəm, qısa deyinim. Bitirirəm, bu mövzu bitirirəm, keçirəm kitaba. Onu da tez yığcam şəkildə deyib bitirəcəm inşallah. Ağlın filtr funksiyası var. İnsan hər gün yüzlərlə, minlərlə informasiyalarla qarşılaşır. Sosial şəbəkələrdə, ətraf mühitdə, ünsiyyətdə, televizorda, telefonda, sosial şəbəkələr və s. Yəni insan gündəlik həyatında minlərlə informasiya qəbul edir insan ağlı. Əgər ağıl bu məlumatları süzməsə, yəni süzgəcdən keçirməsə, özünüz bildiniz artıq, hər şeyə də belə sırf açıqlama verməyim də, artıq bura qədər xeyli dərs keçmişik artıq. Əgər ağıl bu məlumatları süzgəcdən keçirməsə, insan artıq başqalarının düşüncəsi ilə yaşamağa başlayır. Yəni bu düşüncənin ona uyğun olub olmadığı haqqında düşünməlidir. Onu deyirəm. Ona görə də ağıl, baxın seçim. Ona görə də ağıl yalnız düşünmək deyil, seçmək üçündür. Yəni bu qədər məlumatlar içərisində mənə lazım olan və mənim inkişafıma xüsusi dəstək göstərəcək olan informasiya nədir? İnformasiya mənbəyi nədir? Onları ayırd edib götürüb digərlərini atacaqsan, belə deyək. Və o qəbul etdiyin sənin inkişafında xüsusi köməyi olan məlumatları da qəlb yolu ilə hikmətə çevirib sənin ali hədəf uğrunda inkişafına kömək etmiş olacaqsan. Ona görə də ağıllı, yəni həqiqi ağıl həmişə bu sualları verməlidir. Yəni özünüzə bu sualları əgər ki verirsinizsə, siz belə deyək ki, ağıllı bir insansınız. Yəni bir var ağılsız ağıllı, bir də var ki ağıllı
ağıl bəlkə də biraz belə mürəkkəb və biraz absurd gələ bilər. Yəni nə demək istəyirəm? Ağılsız ağıllı nə demək istəyirəm burada? Bu mənim düşüncəmə görədir. Ağılsız ağıllı, yəni ağlı var amma onu istifadə etməyi bacarmır. O belə bir bizim şərq mütəfəkkirlərinin də, filosofların da belə bir söz var. Əgər ki bu ağlı istifadə etmirsənsə, niyə onu özünə yük eləyirsən? Ağılsız ağıllının belə deyək ki, xüsusiyyəti budur. Ağıl var, amma onu doğru istiqamətdə istifadə eləyə bilmir. Bu ağılsız ağıllıdır. Gənavarı demirəm ağılsızdır, ruhi xəstə demirəm. Var ağlım onu doğru şəkildə istifadə edə bilir. Bir də var ki, ağlı var və o ağlı da doğru şəkildə istifadə edə bilir. Bu ağıllı şəxsiyyətdir, dəyərli dostlar. Sağlam ağılın sualları budur. Sağlam ağıl hər hansısa bir məlumatı qəbul edən zaman bu sualları vermək məcburiyyətindədir. Bu sağlam ağlın xüsusiyyətlərindən ən başda gələnidir. 1. Bu məlumat, bu doğru məlumatdırmı? Bu 1. 2. Bu məlumat mənim məqsədimə uyğun məlumatdırmı? Bu 2. Bu 3. Bu seçim və bu məlumat məni hara aparacaq? Bax, bu sağlam ağlın belə deyək ki, sağlam ağlın suallarıdır. Və bu suallar insanın daxili bir kompasıdır. Ona görə də insan həyatı sərhədlər içində qurulmuşdur. Və bu sərhədlər də yalnız fiziki deyil, zaman da sərhəddir, imkan da sərhəddir, enerji də sərhəddir və ən əsası da insan seçimləri də sərhəddir. Xahiş edirəm bunu qeyd edin, çox gözəl cümlədir. İnsan yaşayışında yalnız insan fiziki cəhətdən belə deyək ki, məhdud deyil. Zaman cəhətdən də məhduddur. Ondan sonra imkan cəhətdən də məhduddur. Enerji sərhədi cəhətdən də məhduddur və seçim sərhədi cəhətindən də insan məhduddur. Ona görə də hər zaman insan seçərək yaşayan, məsuliyyətli yaşayan və istiqamətli yaşayan bir şəxsiyyət olmalıdır və bu da həqiqi şəxsiyyəti formalaşdıran ən mühüm amillərdən biri kimi hesab olunur. Bura qədər ümid edirəm hər şey aydın oldu, dəyərli dostlar. Bir sualınız yoxdur ki? Çox təşəkkür edirəm. Bura qədər bir sualınız yoxdursa, yəni nəticəmiz bu oldu ki, insanın seçimləri kiçik və böyük nə olarsa olsun, insan seçimləri onun həyatına çox mühüm təsir göstərir. Yəni bunu insan qəbul etməli və anlamalıdır. Çünki bu özünü göstərəcək daha sonradan. Yanlış seçimlər mənfi mənada insana, həyatına çox təsir göstərəcək. Ona görə baxın, bu dərslər sadəcə fəlsəfə öyrənən tələbələr üçün yox, gündəlik həyatda yaşayan ki, bu da bütün hamıya xas olan bir xüsusiyyətdir. Hamıya lazımdır əslində. İçində də mən olmaqla hamınız, izləyicilər hamıya lazım olan bir xüsusiyyətdir bu. Deməli, səhifə 84, qısa buna da deyinim, bitiririm, çox yormuram sizi. Blaise Pascal haqqında danışacaq. Belə deyək ki, burada əsas yerləri oxumağı mən uyğun görürəm, dəyərli dostlar. Burada biraz çünki onun həyatı ilə bağlı çox fikirlər səsləndirilir. Bu 50-50 şans bir qəpik. Özünüz oxuyubsunuz. Nəyə görə rahatam, dəyərli izləyicilər? Elə bizim dostlar, izləyicilərimiz də var, özləri qeyd edir ki, heç bunu oxuma. Sən bir dənə bu silsilə çıxış elə vəssalan. Bunu özümüz oxuyub başa düşürük. Artıq o səviyyədəyik. Özümüz yazırıq, lazım. Amma yox, yenə də deyirəm, mənim içimdə qalmasın. Biraz deyinim, az da olsa. Deməli,
Pascal insanların nəzərlərini Allahdan ayırmadıqları təqdirdə böyük potensiala malik olacaqlarına inanırdı. Biz hardasa mələk və iblis aurasında, mələk və iblis arasında bir yerdəyik, lakin çox zaman iblisə daha yaxın oluruq, dəyərli dostlar. Və onun belə deyək ki, əsas həyatı haqqında danışılır. Biraz sağlam olmayıb, daxili orqanları biraz zəif olub falan, bunları keçirəm. Deməli, Pascal kimi, deməli, René Descartes da Allahın mövcudluğunun məntiqli bir şəkildə isbat edilə biləcəyinə inanırdı. Pascal isə əksinə onun üçün Allaha inam sırf qəlb və iman məsələsi idi. Yəni Allahın mövcudluğunu isbat etmək üçün filosofların ümumilikdə əl atdıqları üsullardan o əsasıyla razılıq vermirdi, razı deyildi. Belə deyək ki, əgər siz rasional bir oyunçusunuzsa, ən yüksək mükafatı udmaq və deməli uduzmaq ehtimalınızı azaltmaq istəyəcəksiniz. Oyunçular da mümkün ehtimalları hesablayır və buna əsasən mərcə girirlər. Bəs Allahın mövcudluğu məsələsində vəziyyət necədir? Allahın mövcudluğundan əmin olmayanda qarşınıza bir neçə seçim çıxır və həyatınızı Allahın mövcud, belə deyək ki, mövcud olmadığını inanmaqla yaşamağı da seçə bilərsiniz. Yəni, bu qısacası René Descartes-in də düşüncəsi kimi. Yəni, bunu əgər ki, mən deyir bir şeyə inanıramsa, o şeyə niyə inanmalı olduğumu da bilməliyəm. Yəni, körü-körünə inancı dəstəkləmirdi. Pascal da ona yaxın bir təfəkkür və düşüncə tərzinə malik idi. Və demək ki, siz Allaha inanmırsınızsa və sonradan əslində onun mövcud olması aşkar olunarsa, o zaman siz sadəcə cənnətə düşmək şansınızı itirmirsiniz. Həm də əbədiyyətin ta sonuna kimi cəhənnəm odunda yanmaqla cəzalanırsınız. Və bu istənilən insan üçün ən arzu olunmaz bir nəticədir. Buna alternativ olaraq Pascal həyatınızı Allahın varlığına inanmaqla yanaşmağı təklif edirdi. Dualar edirsiniz, kilsəyə gedirsiniz və müqəddəs kitabları oxuyursunuz. Deməli, burası belə ciddi bir Allahı seçmək ehtimalı nəzərə almaq istəyir. O, yalnız xristiyan Allah'a inanmaq üçün ümumilikdə Allah'a inanmaq arasında bir seçim qoydu. Lakin inananlara əbədi cənnət vəd edən bir çox başqa dinlər də var. Və ümumilikdə Pascal Tövratda təsvir edilən Allah'a inanırdı. Baruch Spinoza isə ondan fərqli düşünürdü və bu düşüncəyə görə bəziləri hətta onun ateist olduğundan şübhələnirdi. Bu bizim gələcək dərsimizin mövzudur. Spinoza, linza ustası, səhifə 90-dayıq artıq, 13-cü dərsimiz. Yəni, qısacası burada bir çətin bir şey yoxdur. Yəni, belə deyək ki, René Descartes-in düşüncəsinə də görə, əgər ki, biz bir şeyə inanırıqsa, o şeyə niyə inanmalı olduğumuzu başda müəyyən etməliyik, bilməliyik ki, biz o şeyə niyə inanırıq və bunun nəticəsində də o artıq bizim üçün mənalanmağa başlayır. Hətta René Descartes-in Allaha verdiyi sübutlardan bir digəri də oydu ki, insan olmayan bir şeyi təsəvvürünə gətirib nə mənada düşünə bilməz deyir əslində. Yəni, yoxluq içində olan, yəni olmayan, mövcud olmayan bir şey haqqında düşünə də bilməz, düşünməz də, yəni bir təsəvvür əldə edə bilməz. Yəni, çünki bu yoxluğu insan ağlı ala bilmir axı. Yəni, bunu dərk edə bilmədiyi üçün də Allahın sübutu da budur ki, biz əgər onun haqqında düşünə demirəm, bu sırf belə fiziki olaraq təsəvvür, o mənada yox. Özü Allahın sifətləri var, 99 sifətləri var Allah haqqında. Yəni Allah haqqında bizim
əgər ki bir təsəvvürümüz yaranırsa, demək ki bu həqiqətən də René Descartes-in sözlərini deyirəm də mən. Deməli həqiqətən də bu Allahın mövcudluğunun bir məntiqi sübutundan biridir. Niyə? Çünki biz mövcud olmayan bir şey haqqında düşünərək düşünə və təfəkkür edə bilmərik ki, onu təsəvvürümüzə belə gətirə bilmərik. O haqqda biz dərin şəkildə düşünə bilmərik, dəyərli dostlar, və bu da həmçinin gündəlik həyatda özünü də göstərmiş olur, dəyərli izləyicilər. Ümid edirəm bunu da bitirdim. Dəyərli dostlar, bir sualınız yoxdur ki, bugün bitirirəm inşallah. Yoxdur, təşəkkür edirəm dəyərli dostlar. Dəyərli izləyicilərimiz, bizi bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Bizi izlədiyiniz, dinlədiyiniz üçün çox sağ olun, var olun. Gələcək dərslərimizdə görüşənə qədər sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.